Salam, kanalıma hoş gelmişsiniz. Fırtına Dərəsi coşqun suyu ilə məşhurdur. Burada rafting edə bilər, dərə kənarında istirahət edə bilərsiniz. Daş körpülər Fırtına Dərəsi boyu düzülmüş qədim Osmanlı körpüləridir. Batumidən sonra ilk gələn şəhər, Türkiyə boyunca ilk gələn şəhər Rizə şəhəridir və Rizə yaylaları, həm təbiəti, həm də buludların üzərindəki mənzərələri, şəlalələri ilə məşhur olan bir yerdir. Ən gözəl yaylalarından biri Ayder yaylasıdır. Hansı ki siz o yaylanı uzaq ekranda görürsünüz. Rizənin ən tanınmış turistik yaylalarındandır Ayder yaylası. Mərkəzdə yerləşir. Şəlalələri ilə xüsusən Tülü şəlaləsi ilə çox məşhurdur. Təkcə şəlalələri ilə deyil, termal suları, butik otelləri və yeməkləri ilə də məşhur olan bir yerdir. Növbəti yayla Ayderdə Hüseyr yaylasıdır. Bu yaylaya Bulud dənizi mənzərəsi də deyilir. Yəni yayla Bulud dənizi mənzərəsi ilə tanınmışdır. Ayder yaylasının yuxarı hissəsində yerləşir. Gün batarkən buludların üzərində buludların qırmızı və narıncı rəngini seyr etmək çox gözəl təsir bağışlayır. Ayderdə bir çox qalalar da vardır ki, bu qalalar da həm qədim, həm də çox möhtəşəm qalalardır. Bunlardan biri də Zil qaladır. Zil qala sıldırım bir qayanın üzərində yerləşir və bölgənin ən möhtəşəm tarixi abidəsidir. Ümumiyyətlə Ayderdə olan abidələr demək olar ki, hamısı tarixi abidələrdir. Ayder yaylası sıx meşəliklə, şəlalələrlə, gözəlliklərlə əhatə olunmuş bir yerdir. Ayderdə muhlama, deməli dadmağı, sonra tulum zurnası sədaları altında xoron rəqsini izləməyi unutmayın. Əgər siz orada istirahət edəsi olsanız, oranın gözəl təbiətindən çox böyük zövq almış olacaqsınız. Rize'den Trabzon'a keçən zaman çay fabrikasında olduq, Rize'nin çay fabrikasında olduq və çay fabrikasında bizi, turistləri belə bir xoronla qarşıladılar, çay ikram etdilər və çox gözəl söhbətlər, nümayişlər oldu. Bura Trabzonun Uzungöl deyilən bir yeridir, istirahət mərkəzidir. Trabzonun ən məşhur istirahət mərkəzidir. Göl çox deməli möhtəşəm, dörd tərəfdən əhatə olunmuş bir yerdir. Həm istirahət zonasıdır, həm də orada deməli ticarət, alış-verişlə də məşğul olmaq, istirahət etmək olar. Ətraf çoxlu kafe və restoranlarla əhatə olunmuşdur. Orada gün keçirmək demək olar ki, ən böyük istirahətlərdən biridir. Yeni gözəl yerlərdə görüşmək ümidi ilə salamat qalın.